İndiki bitmiş daim edici zaman, yəni present perfect continuous necə yaranır? Deməli, yaranır have, has, plus been, plus ing vasitəsilə. Have been, has been, fiil ing vasitəsilə yaranır. Azərbaycan dilində əlbəttə belə bir zaman forması tam olaraq yoxdur. Amma bunu Azərbaycan dilində bir məntiqlə izah etmək olar. Necə? Məsələn, gəlin bir fiqur düşünək. Şua fiquru. Şua fiqurunu yəqin hamımız tanıyırıq da. Başlanğıc olub son olmayan həndəsi fiqur. Başlanğıcı verir bizə, amma son yoxdur, hələ də davam edir. Bax, bu indiki bitmiş daim edici zaman tam olaraq şua deməkdir. Yəni, hadisənin başlanğıc nöqtəsi var, amma hələ sonu yoxdur. Bax, biri var deyirəm ki, mən hal-hazırda otağı rəngləyirəm. Bu indiki daim edici zamandır. Hal-hazırda rəngləyirəm. Biri var deyirəm ki, mən otağı rəngləmişəm, artıq rəngləmişəm. Bu indiki bitmiş zamandır. Bir də var deyirəm ki, mən 2 saatdır ki, otağı rəngləyirəm. Hadisə baş verib 2 saat əvvəl. 2 saat əvvəl hadisə baş verib, başlanğıc nöqtə 2 saat əvvəl qoyulub, amma hələ də davam edir. 2 saatdır ki, otağı rəngləyirəm. Məsələn, mən 8 ildir ki, ingilis dili müəllimi kimi fəaliyyət göstərirəm. Hadisə baş verib 8 il əvvəl, başlanğıc 8 il əvvəldir. Amma hələ də fəaliyyət göstərirəm, hələ də davam edir deyə bunun adı olacaq indiki bitmiş davam edici zaman. İndiki bitmiş davam edici zaman present perfect continuous'un xüsusi bir zaman zərfi yoxdur. Yəni indiki bitmişdə zaman zərfləri nələrdirsə, məhz burada da bitmiş davam edici zamanda da zaman zərfləri onlardır. Yəni for və since. Bir də biz present continuous'u keçəndə müəyyən feillər görmüşdük. See var idi, here var idi, love, now və s. Bunlar davam edici zamanda işlənmir. Məsələn, mən məzun olandan bəri Fatiməni görməmişəm. Hadisə indiyə qədər davam edir, amma mən see-ni davam ediciyə sala bilmirəm deyə I haven't been seeing deyə bilmirəm. I haven't seen deməli oluram. Yəni, indiki bitmiş davam edici zamanda keçmişdə başlanğıc nöqtə qoyulub, hadisə hələ də davam etməkdədir. Gəldik keçmiş bitmiş davam edici zamana. Bu niyə adı həm keçmişdir, həm bitmişdir, həm də davam edicidir? Birincisi yaranma forması had been plus ing ilə yaranır. Had been plus ing. Bunu necə biləcəyik biz? Müqayisə etməklə. Bir dənə cümlə yazıram. I had painted the room by 2 o'clock yesterday. Bu məlum məsələdir ki, keçmiş, bitmiş zamandır. Dünən saat 2-yə qədər mən otağı rəngləmişdim. Dünən saat 2-yə qədər mən otağı rəngləmişdim. Bunun davam ediciliyi ilə heç bir əlaqəsi yoxdur axı. Hadisə olub dünən, yəni keçmişdir. 2-yə qədər akt bitib, ona görə olur keçmiş bitmiş. Yəni bunun adı keçmiş bitmişdir. Davam ediciliyi ilə bir əlaqəsi yoxdur. Amma bu keçmiş bitmiş davam edici zamandır. Niyə? Dünən saat 2-yə qədər 2 saat idi ki, otağı boyuyordum. Dünən saat 2-yə qədər 2 saat idi ki, otağı boyuyordum. Birincisi, niyə bunun adı keçmişdi? Çünki hadisə dünən baş veribdi. Ona görə keçmiş. Niyə bunun adı bitmişdi? Çünki saat 2-yə qədər akt qurtarıb. Ona görə olur keçmiş bitmiş. Bəs sual yaranır, bəs niyə məhz davam edici zaman? Çünki bizə göstərici verir. Bu interval var ha. Bizim açar sözümüz interval, aralıq, müddət, period olmalıdır. İnterval var burada. Dünən saat 2-yə qədər 2 saat idi ki, otağı rəngləyirdim. Yəni 12-2 arasında mən otağı rəngləmişəm. Bu hadisə 12-2 arasında davam edibdir. Məhz ona görə bunun adı keçmiş, bitmiş, davam edici zamandır. Müddət və aralıq verilibsə davam edici formasını götürəcəksiniz. Və ya deyirsən ki, müəllimə dünən saat 3-ə qədər düz 3 saat idi ki, mən sözləri öyrənirdim. Hadisə baş verib dünən, keçmişdi. 3-ə qədər öyrənib bitirmisən, bitmişdi. Və dünən saat 3-ə qədər 3 saat idi ki, sözləri öyrənirdin. Yəni, başlamısan saat 1-dən 3-ə qədər 3 saat davam eləmişsən. Bu, ortadakı 1 və 3 arasındakı period isə bunun davam ediciliyini bildirir. Eyni məsələ gələcək bitmiş davam edicidə də elədir. Yaranma forması, necə ki, biz indiki bitmiş davam edici zamanda have been ing yazmırdıq. İndi də shall will yazacaq qarşısına. Shall və ya will have been fiil ing. Sualda yenə əlbəttə ki, sadəcə shall və ya will əvvələ keçir. Have yox. İnkarda isə shall not, will not şəklində olacaq. Eyni qayda burada da keçərlidir. Yəni,
biz burada yenə də deyəcəyik ki, sabah saat 3-ə qədər mən bütün işlərimi bitirmiş olacağam. Bu olur gələcək bitmiş zaman. Amma deyə bilərik, məsələn, mən sabah saat 3-ə qədər mən bütün sözləri öyrənmiş olacağam. Amma desən ki, 2 saat, for 2 hours, orada artıq müddəti verir. 2 saat, 3 saat bu tipli bir müddət interval var. Burada artıq bitmişin daim edici zaman forması olacaq. Məsələn, burada mən sabah saat 3-də 2 saat olacaq ki, getmiş olacağam. Yəni, bu o deməkdir ki, bu period 2 saat müddətində davam etmiş olur. Məhz buna görə biz bunun adını deməli, deyirik gələcək bitmiş, davam edəcək zaman.